Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Deməli 13 aprel 2025-ci ildə 1-ci zona üzrə 9-cu sinif üzrə düşmüş riyaziyyat suallarının izahını sizə təqdim edirəm. Deməli 57-ci sualımızla baxaq. 57-ci sualda nə deyir bizə? Düzbucaqlının uzunluğu 40%, eni 20% azaltdıqda sahəsi neçə faiz azalar? Deməli, bu sualı çox sadə şəkildə əslində belə eləyə bilərsiniz. En uzunluq. Baxın, əgər düzbucaqlının uzunluğun 40% azaldırlarsa, qalır 60%. Düzdürmü? Buraya yazıram qalan. Enini isə, daha doğrusu, uzunluğun 40% azaldırlarmış. Onda biz birinci bura uzunluq yazalım. Uzunluq və en. Əslində heç bir fərqi yoxdur, sadəcə olaraq deyilişə uyğun olsun deyə. Enini 20% azaltdıqda sahəsi neçə faiz azalar deyir. Enin də 20% azaldanda neçə faizi qalır? 80%. Düzdürmü? İndi baxın, bu 60% nə deməkdir? 0,6 hissə deməkdir. 80% nə deməkdir? 0,8 hissə deməkdir. Bunları bir-birinə vuranda nə eləyir? 0,48. 0,48-i də faizə çevirəndə bilirsiniz ki, 100-ə vurmaq lazımdır. Bu da olur 48%. Hər bir şey əvvəl başlayanda neçə faizlə başlayır? 100%. Düzdürmü? Yəni, düzbucaqlının sahəsi əvvəl 100% idi, sonradan düşüb olub 48%. Deməli, düzbucaqlının sahəsi neçə faiz azalıb? 52% azalıb. Buna fərqli üsullarla da baxa bilərsiniz təbii ki. Hər hansı ədəd verib elə də baxa bilərsiniz. Və yaxud da AB deyib sahəni tapıb, yenidən deyilən faiz qədər azaldıb, yenidən tapıb görə bilərsiniz ki, yenə də eyni qaydada 52% azalma baş verəcək. Bu da olur nə variantı? A variantı. Belə. Növbəti sualımıza baxaq. Növbəti sualımız 58-dir. 58-ci sualda nə deyir? Kubun tilini 2 dəfə azaltdıqda həcmi necə dəyişir? Biz bilirik ki, kubun tili A olan kubun həcmi A üstü 3 bu düsturla tapılır. Yəni, kubun tili A-dırsa həcmi A üstü 3-dən tapılır. İndi kubun tilini 2 dəfə azaltdılar, düzdürmü? Yəni, əvvəl kubun tili A idi, həcmi A üstü 3 olurdu. Sonra kubun tilini 2 dəfə azaldanda nə olur? A bölə 2. Onda kubun həcmi necə tapılacaq? Təbii ki, A bölə 2-ni kuba yüksəltməklə. A bölə 2-ni də kuba yüksəldəndə nə olacaq? A kubu bölünsün 8. Fikir verin. Əvvəl həcm A kubu idi, sonradan oldu A kubu bölünsün 8. A kubu həmin A kubudur. Amma 8-ə bölmüsən burada. 8-ə bölmüsənsə deməli nə baş verib? 8 dəfə azalma baş verib. Cavab olacaq nə variantı? A variantı. Davam eləyək növbəti çalışmamızla. 59-cu sualda nə deyir bizə? 59-cu sualda sadə açıq bucaq üzərində qurulmuş bir sualdır. Deməli, buranı 90 dərəcə verib, bura A-dır, bura B-dir, bura O-dur, bura da C-dir. Və buradan da belə bir şua çəkib, burada D deyib. Sualda bizə deyir ki, AOB açıq bucaqdır. Yəni, AOB açıq bucaqdır nə deməkdir? AOB 180 dərəcədir. DOC 25 dərəcədir. Baxın, DOC buradır, bura 25 dərəcədir. Bucaq, deməli, CO da AB-yə perpendikulyardır. CO AB-yə perpendikulyarsa, deməli, bura neçə dərəcədir? 90 dərəcədir. Təbii ki, bura 90-dırsa, bunun digər tərəfi də nə olmalıdır? 90 olmalıdır. Bizdən də soruşur, bucaq AOD-ni. AOD haradır? Bax, bu bucaqdır AOD. İşarələdiyim, rənglədiyim. AOD bucağı. Necə tapa bilərəm? Təbii ki, 90-dan 25-i çıxsam, AOD bucağının 65 dərəcə olduğunu rahat şəkildə görə bilərəm. O da eləyir C variantı. Növbəti sualımız 60-cı sual. 60-cı sualda 8-ci sinifə uyğun sualdır. Rasional ifadələrin sadələşdirilməsi. Deməli, M kvadrat çıxılsın, 5N çıxılsın, MN üstə gəlinsin 5M bölünsün 25 çıxılsın M kvadratı. Məxrəcə baxan kimi görürəm ki, məxrəcdə kvadratlar fərqi var. Yəni 5 çıxılsın M, 5 üstə gəlinsin M. Baxın, surəti aşağıda sizin üçün götürüb yenidən yazıram. M kvadratı çıxılsın 5N çıxılsın MN üstə gəlsin 5M.
Mən baxıram ki, burada 4 bir hədli var, düzdürmü? Bunu 2-2 qruplaşdırsam, hansı formada qruplaşdırsam daha sərfəli olar? Fərqi yoxdur, istənilən formada əslində qruplaşdırmaq olar. Birinci 2 dənə, ikinci 2 dənə də sonra baxaq. Birinci 2 dənədən, birinci 2 dənədə daha doğrusu ortaq vuruq yox imiş. Onda fərqli formada baxaq. Birinci ilə üçüncüyə baxaq, ikinci ilə də dördüncüyə. Yerdəyişmə eləyək. M kvadrat çıxılsın mn, çıxılsın 5n, üstə gəlinsin 5m bərabərdir. Birinci 2 dənədən m ortaq vuruq kimi çıxarsam nə qalacaq? M minus n qalacaq. Digər ikisindən də yenə 5'i, bax, müsbət 5'i ortaq vuruq kimi çıxardanda m müsbət qalacaq, n mənfi qalacaq. Fikir verin, ikinci mötərəzələr yenə eynidir. M minus n'i çıxarsam, yerində nə qalacaq? M plus 5 qalacaq. Gətirib yerinə yazsam, bura m minus n, m plus 5. Və burada artıq hasil şəklində olduğuna görə ixtisarı apara bilərəm. Nələr ixtisar gedir? M plus 5'lər ixtisar gedir. Birdən deyər ki, müəllim, orada M plus 5'də aşağıda 5 plus m'dir. Yerin dəyiş, toplananların yerini dəyişəndə cəm dəyişmir, yəni bir problem yaranmır. Heç bir işarə dəyişiklinə falan ehtiyac yoxdur. Surətdə nə qaldı? M minus n qaldı. Aşağıda 5 minus m qaldı. M minus n, 5 minus n, o da eləyir B variantı. Növbəti sualımıza baxaq. Deməli, növbəti sualımız sadə 5, belə uzağı 6-cı sinif sualıdır. Yəni 3 vurulsun x minus 2 bərabərdir 6 tənliyin həll eləyəndə. İstəsəz mötərəzəni vurub açarsınız, istəsəz hər iki tərəfi 3-ə bölərsiniz. Burada x minus 2 bərabərdir 2 alınlar, buradan da x bərabərdir 2 ilə 2-ni toplayarsınız 4. Cavab olar C variantı. Belə. Bu da bizim sadə aşağı sinif sualımız idi. Növbəti sual yenə də 7-ci sinif sualıdır. Sistem tənliklərin həllinə aiddir. Çox sadə sistem tənliyi verilib, yəni. Ümid eləyək ki, ikinci zonada da yenə suallar bu şəkildə rahat olsun. Yəni, suallar çox rahat idi. Burada nə etmək lazımdır? Baxan kimi görürəm ki, burada x-i soruşur bizdən. X-i tapmaq üçün tərəf-tərəfə toplasam, zaten y-lər əks bir hədlər olduğuna görə gedir. 3x bərabər olur 6-ya, x bərabər olur nəyə? 2-yə. Bizdən də x-i soruşurdu, ona görə cavab B variantı olmuş olur. Növbəti sualımız hansı nöqtə deyir? Bu da xətti funksiyaya aiddir, yenə 7-ci sinif. Y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafik üzərindədir. Qrafik üzərində də o deməkdir ki, yəni yerinə qoyanda doğru bərabərlik yaradır. Mən də baxıram ki, bu nöqtələrdən hansı olar? Məsələn, D variantı olacaq cavab. Nəyə görə D variantı? Çünki D variantında verilən nöqtələr cütü mənfi 5, 16'dır. Doğrudan da aparıb y-in yerinə 16 qoysam, 16 bərabərdir. Mənfi 2 vurulsun, mənfi 5, üstə gəlinsin 6, 16 bərabərdir, 16 doğru bərabərlik alınır. Ona görə də cavab olur D variantı. Digər nöqtələrin hansı birini istəsəz yoxlayıb yerinə qoya bilərsiniz. Görəcəksiniz ki, doğru bərabərlik yaranmır. Ona görə də o nöqtələrdən o funksiya keçmir və yaxud da o nöqtələr o funksiyaya aid deyil. 64-cü sualda nə deyir bizə? Əkob, bu da 6-cı sinifin sualıdır. 18, 36, üstə gəlinsin əbob 10, 11. Bunu adi qaydada vurğulara ayırıb da tapa bilərsiniz. Ya da ki, bilirsiniz da, əkob, əbob dərsi keçəndə orada belə bir qayda var. Əgər bir ədəd digərinin böləni olarsa, onların əkobu bölünənə bərabər olur, yəni 36-ya. Plus, qarşılıqlı sadə ədədlərin də əbobu 1-ə bərabərdir. Onda cəm nə eləyir? 37 eləyir. O da olur E variantı. Belə. Davam edirik. Növbəti sualımız 65-ci sualdır. Bu da sadə. Həm bunu 5-ci sinif kimi, həm də 6-cı sinif kimi fikirləşmək olar, amma çox sadədir. 5-də x bərabərdir 15-də 21. 5-i nəyə vurub 15 eləyib 3-ə. Deməli, geri qaydanda nə etmək lazımdır? 3-ə bölmək lazımdır. Burada da 3-ə bölürəm. Burada deməli 7-dir. Ya belə eləyəcəksiniz, tapacaqsınız, ya da ki, tənasüb kimi çarpaz vurub 15x bərabərdir 105 eləyir. X bərabər 105 15-ə böləndə 7. Cavab olacaq C variantı. Davam edirik 66-cı sualla. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olma ehtimalını tapın. Deməli,
biz bilirik ki, ehtimal tapmaq üçün nə etmək lazımdır? Məxrəcə mümkün hallar, surətə əlverişli halları yazmaq lazımdır. İndi mümkün hallar. Əgər ilk 10 natural ədəddən birini seçəcəmsə, deməli 10 mümkün hal var orada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bəs əlverişli hal neçə dənədir? Bizə deyir ki, seçilmiş ədədin əlverişli hal, yəni bizim istədiyimiz. Biz nə istəyirik? Biz istəyirik ki, seçilmiş bir ədəd sadə olsun. Sadə ədəd nə var orada? 2 var, 3 var, 5 var, 7 var, başqa var ona qədər. Xeyr. Deməli, əlverişli hallarımızın sayı 4-dür, mümkün hallarımızın sayı 10-dur. Bunu da ixtisar edəndə nə olur? Olur 5-də 2. O da olur E variantı. Növbəti suallarımızda davam edək, baxaq. Deməli, 67-ci sual. Bu artıq, bəli, 9-cu sinif kimi fikirləşmək olar bunu. Çünki çevrə daxilindəki bucaqlardan söhbət gedir. Aha, deməli, belə. Bunu da bu formada verib. Deməli, belə bir şəkildir. Bura B-dir, bura O nöqtəsidir, bura C-dir, bura isə A nöqtəsidir. Bizə deyir ki, bucaq A, B, O bərabərdir 22 dərəcə. Gəlin qeyd eləyək. A, B, O söhbət buradan gedir. Bura 22 dərəcədir. Digər tərəfdən bucaq A, C, O bərabərdir 28 dərəcədir. Söhbət bu bucaqdan gedir. Burada 28 dərəcədir. Bizdən nə istəyir? BAC bucağın. BAC. Baxın, bu qırmızı ilə işarə eləyəcəyim. Bax, buranı bizdən istəyir. BAC bucağı. Mən BAC bucağına deyirəm X. Düzdürmü? Əgər mən BAC bucağına X dedimsə, onda BAC bucağı daxilə çəkilmiş bucaq olduğuna görə BC qövsü, yəni bu kiçik qövs, buradakı bax bu qövsün dərəcə ölçüsü nə olur? 2x olur. Çünki mərkəzi daxilə çəkilmiş bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər. Deməli bu 2x-dir ki, bu x çıxıb. Onda bu mərkəzi bucaq neçə dərəcə olmuş olur? Mərkəzi bucağın dərəcə ölçüsü ilə söykəndiyi qövsün dərəcə ölçüsünə bərabər olur. Düzdürmü? Bu da belə. Yadınıza gəlirsə, üçbucaqlar mövzusu falan keçəndə belə bir. Aha, ürək. Gəldi, ürək çıxdı ortalığa. İşimizə bax. Aha, baxın. Belə bir fiqurda, belə deyək də, üçbucaqlar dərsində. Demişdik ki, bax, buradakı bucaq, bu üç bucağın cəminə bərabər olur. Yəni, bu bucaq, alfa bucağı, bura 1, bura 2, bura da 3 desək, alfa bucağı, bucaq 1, bucaq 2, bucaq 3-ün cəminə bərabər olur. Düzdürmü? Eyni qaydada onda burada 2x bərabər olmalıdır. 22 üstə gəlinsin, 28 üstə gəlinsin x. Buradan x-i bu biri tərəfə atsam, 2x çıxılsın, x olur. 22 ilə 28-in cəmsi 50 eləyir. X bərabər olur 50-yə. Zaten bizdə x axtarırdıq, düzdürmü? Deməli, neçə dərəcə olmuş olur? Olur A variantı 50 dərəcə. Belə. Davam eləyək növbəti suallarımızla. Altmış səkkizə baxaq. 68 də 5-ci sinifin sualıdır. Tərəfi 12 cm kvadratın perimetrini tapın. Biz bilirik ki, kvadratın perimetri 4 A-dan tapılır. 4 vurulsun 12. Bu da nə eləyir? 48 cm. Bu da olur D variantı. Belə. Növbəti sualımız 69-cu sualdır. 69-da deyir ki, 56 vurulsun mənfi 15 bölünsün. 14 vurulsun, 20 çıxılsın, 5 vuraq 10. Düzdürmü? Əslində 56 ilə 14-ü ixtisar eləyə bilərəm. İxtisar etmirəmsə, əgər biraz gözləsəm, burada nə alınacaq? 56 vuraq mənfi 15. 14 vurulsun, mötərəzənin içində 20 çıxılsın, 30 olur, 50 olur, o deyir mənfi 30. Artıq ixtisarı apara bilərəm. 30 ilə mənfi 15 gedir, burada 2 qalır. 14 ilə 56 ixtisar gedir, burada da 4 qalır. 2-də 4, 4-ü də 2-yə böləndə cavab nə eləyir? Eləyir 2. E variantı. Belə, növbəti suallarımıza baxaq. Növbəti sualımızda 70-ci sualdır. Çox sadə vurğular ayırma 7-ci sinifə aid sualdır. C vurulsun, x plus y bərabər çıxılsın, D vurulsun, x plus y. X plus y hər ikisində olduğuna görə, hər iki hasildə olduğuna görə x plus y alsam, birinci hasildən C, ikinci hasildən mənfi D qalır. Ona görə də x plus y, c minus d qalır, o da olur
A variantı. Bu da bizim 70-ci sualımız. Növbəti sualımız 71-ci sualdır. Bu da çoxluqlara aid sualdır. Nəzərə alsaq ki, çoxluqların fərqi 6-cı sinifdə keçilir. Bu sual 6-cı sinifə uyğun sualdır. Deməli, A çoxluğunun elementləri 1, 2, 3 yoxdur, 4, 5 və 6-dır. B çoxluğunun elementləri 0, 1, 2, 3, 5-dir. C çoxluğunun elementləri isə 0, 1, 3 və 6-dır. Belə. İndi bizə deyir, nəyi tap? Bizə deyir, A kəsişdir B. Bunun da fərqin C. Bunu hesabla. Baxın, A ilə B-nin kəsişməsini burada qeyd edirəm. Təbii ki, çoxluqların kəsişməsində nə demişik? Yalnız ortaq elementlər olmalıdır. A ilə B-nin kəsişməsi olur ortaqlar 1, 2, 3 yoxdur, bir də 5 var. Düzdürmü? 1, 2, 5. Baxın, gətirib burada 1, 2, 5-i qeyd eləyirəm və bunun fərqini tapacam C-yə. C-nin elementləri nədir? Bəs 0, 1, 3, 6. Çoxluqların fərqində nə demişik? Demişik ki, bir çoxluğun digərinə fərqi odur ki, birincidə olsun, ikincidə olmasın. Birincidə 1 var, ikincidə də var. Birincidə 2 var, ikincidə yoxdur. 5 var, ikincidə yoxdur. Deməli, bu nə olacaq? 2, 5 olacaq. Cavab olur 2, 5, o da olur B variantı. Bu da 71-ci sual. 72-ci sualda baxaq görək nə deyir. 72-ci sualda belə bir açılış verib. Deməli, AB üstəgələk BA bərabərdir 88 vurulsun A minus B. Düzdürmü? İndi açılış versəm, bu olur 10A üstəgələk B üstəgəlinsin 10B üstəgələk A. Mərtəbə toplanılan cəmi şəklində göstərirəm. 88 də vurub atsam 88A çıxılsın 88B eləyir. Baxın 10A, bu da 1A eləyir 11A üstə gəlinsin 11B bərabərdir 88A çıxılsın 88B. B-ni bu biri tərəfə atsam toplasam 99B eləyir. A-nı da o biri tərəfə atsam 88A-dan 11A-nı çıxsam 77A qalır. Hər iki tərəfi 11-ə bölsəm 9B bərabərdir 7A alınır. Təbii ki, seçmə üsulu ilə A-nın B-nin yerinə ancaq rəqəm qoya bilərəm. 0-dan 9-a qədər. Hal-hazırda baxıram ki, B-nin yerinə nə qoya bilərəm? Ancaq bir seçimim var, 7. A-nın yerinə isə 9 qoya bilərəm. Bizdən AB ədədini istədiyinə görə cavab nə olur? 97. Bu açıq sualı idi. Növbəti suallara baxaq. Deməli, qarşı təpələrindən biri koordinat başlanğıcında. Baxın, bunu koordinat sistemində çəkməyə heç ehtiyac yoxdur. Bir dənə düzbucaqlı çəkirsiniz, daha doğrusu kvadrat. Kvadratdan söhbət gedir. Deyir ki, kvadratın, məsələn, A, B, C, D kvadratıdır. Qarşı təpələrindən biri hardadır? Koordinat başlanğıcında. Digəri isə B8. Bax, B8 mənfi 8 nöqtəsidir, düzdür. Bunun qarşı təpəsi nədir? D. Bunun koordinatı nədir? 0, 0-dadır, düzdür. Bizə deyir ki, olan kvadratın sahəsini tap. Mən bunun diaqonalını birləşdirirəm və iki nöqtə arasındakı məsafə düsturuna görə mən BD diaqonalının uzunluğunu tapa bilərəm. Kök altında 8 çıxılsın 0-ın kvadratı üstə gəlinsin, mənfi 8 çıxılsın 0-ın kvadratı. Buradan BD bərabərdir 64, 64, 128. Bu da nə eləyir? BD bərabərdir 8 kökdə 2. Baxın, diaqonal 8 kökdə 2-dir. İstəsəm, bu biri diaqonalda çəkib, kvadratın diaqonalları hər ikisi eyni olur axı. Diaqonalları hasilinin yarısına bərabərdir söhbəti elə də tapa bilərəm. Ya da ki, bu bərabər yanlı düzbucaqlı üstbucaqda bilirsiniz, kvadratın diaqonalı çək. Bir diaqonalını çəkəndə 2 dənə bərabər yanlı düzbucaqlı üstbucaq alınır. Yəni burada 45-dir, burada 45-dir. Onda bunun tərəfi nə olmuş olur? 8 olmuş olur avtomatik bərabər yanlı düzbucaqlı üstbucaqdan. Sahəsini də tapanda 8-in kvadratı olur 64. Bu da 73-cü sual. Növbəti suallara baxaq. 74-cü sual sadə hesablamadır. 74-cü sualda deməli 2 vurulsun 2-də deməli 2 tam 85-in kvadratı üstə gəlinsin 2-də 7 tam 15-in %15-in kvadratı üstə gəlinsin 2 tam %85 vurulsun 7 tam %85
7 tam %15. Baxın, bunu bu qaydada birdən mötərizəni içine eləməyə çalışarsınız. Vaxt itkisidir. Səhv olacaqmı? Xeyr. Amma vaxt itkisidir. 2-ni vurub mötərizəni açaram. Vuranda bu 2 ilə bu 2 gedir. Qalır 2,85-in kvadratı plus 7,15-in kvadratı. Məxrəzdəki 2 gedir və 2 vurulsun, 2,85 vurulsun, 7,15. Buna baxan kimi əslində sizin ağlınızda müxtəsər vurma üsulundan cəmin kvadratı gəlməlidir. Yəni 2,85 üstə gəlsin 7,15-in kvadratı. Bu da nə eləyir? 10 eləyir. 10'un kvadratı da nə olur? 100 olur. Cavab olur 100. Yəni elə birbaşa cavabını tapmağa çalışmayın da, mötərizənin içini, əməl sırası ilə getməyə çalışmayın orada da. Biraz diqqətli olmaq lazımdır ki, kəsə yolu varsa ondan istifadə eləmək lazımdır. 75-ci sualımıza baxaq. 75-də deyir ki, x, y, z ədədləri üçün x vurulsun, y bərabərdir 6, y vurulsun, z bərabərdir 18-dir. X, y, z də natural ədəddir. Bunu yaddan çıxartmaq olmaz. X, y, z daxildir, natural ədəddir. İndi bizə deyir ki, x plus y plus z cəminin ən kiçik qiymətini tapın. Mən x-i nə seçə bilərəm? Hasili 6 olan natural ədəd. 1, vuraq 6. 6 eləyir, düzdür. Bir də 2 vurulsun 3 bərabər olur nəyə? 6-ya, ya da 3 vurulsun 2 bərabər olur 6-ya. Bunu seçə bilərəm, düzdürmü? İndi baxın, x-i 1, y-i 6 seçsəm, avtomatik y burada 6 olanda, z nə olmuş olur? Z də 3 olmuş olur. Düzdür, cavab eləyir 18. Və x, y, z-in cəmsi 1 plus 6 plus 3 eləyir 10. Digər tərəfdən 2, 3 seçsəm, y-ə 3 desəm, z 6 olmuş olur. 2, 3, 6-nın cəmsi 11 eləyir. Bu daha böyük cəmdir, ona görə bunu götürmürəm. Eyni qaydada 3, 2 seçsəm, y-ə 2 deyəndə z 9 olacağına görə artıq bu lap böyük eləyir. Yəni bunun cavabı 14 olur. 18 eləyir hasili. Amma x-a 3, y-ə 2, z-ə də 9 deyəndə cəmsi böyük olmuş olur. Ona görə bunu da seçmirəm. Deməli, mən avtomatik x-a 1, y-ə 6, z-ə də nə deməliyəm? 3. Cəmsi nə eləyir? 10. Bunun da cavabı olur 10. Növbəti suallarımıza baxaq. 76-cı sual. 76-cı sualda deyir ki, bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Baxın, bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Yəni S LMN bölünsün S ABC bərabərdir 16-ya və biz burada bilməliyik ki, bərabər tərəfli üçbucaqların bütün bucaqları 60 dərəcə olduğuna görə, bunun da həmçinin 60 dərəcə olduğuna görə. Deməli, bu bərabər tərəfli üçbucaqlar bir-birinə oxşardır. Oxşar üçbucaqların sahələri nisbəti də oxşarlıq əmsalının kvadratıdır. Ona belə bir çıxır ki, buradan k bərabər olur 4-ə. Bunu tapıram. Ondan sonra mənə deyir ki, ABC üçbucağın perimetri 9-dursa, LMN-in üçbucağın perimetrini tapın. Təbii ki, perimetrlərin nisbəti artıq oxşarlıq əmsalının özünə bərabər olur, kvadratına yox. Yəni, PLMN bölünsün PABC bərabərdir K, yəni 4 olmalıdır. Yerinə qoysam onda PLMN bölünsün. Bunun perimetri 9-dur, bərabərdir 4-ə. Təbii ki, buradan PLMN bərabər olur 36 santimetrə. Cavab olur 36. Belə. Növbəti suallarımızdan davam edək. 77-ci sual. 77-ci sualda nə deyir bizə? X bərabərdir 5 çıxılsın 2 kökdə 6. Y də bərabərdir 5 üstə gəlsin 2 kökdə 6. Bizə deyir ki, x vurulsun y bölünsün x plus y. İfadəsini qiymək. Heç nə qoyuram yerinə də bax. 5 çıxılsın 2 kökdə 6. Üstə gələk. 5 üstə gəlsin 2 kökdə 6. Surətdə də
5 çıxılsın 2 kökdə 6 vurulsun. 5 üstə gələk 2 kökdə 6. Buradan 2 kökdə 6'lar gedir. Məxrəc 10 olur. Bu da kvadratlar fərqidir. 25 çıxılsın 2 kökdə 6'nın kvadratı 24 eləyir. 4 vuraq 6 eləyir də, düzdürmü? Bu da olur 10^1. Yəni 0,1. Cavab olur 0,1. 77-ci sualımızın cavabı. Davam eləsək, bu yazı tələb edən sualdır, ətraflı yazı tələb edən sualdır. Deməli, 78-ci sualda bizə nə deyir? 2 yeşikdə, deməli, birinci yeşik, bu da ikinci yeşik. Birlikdə 50 kiloqram qənd var. Cəmsi 50 kiloqram qənd var, bunu bildim. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram. Hər gün. Hər gün. Buradan götürürlər 3 kiloqram, buradan götürürlər 2 kiloqram. Düzdürmü? 2 kiloqram qənd götürülür. 6 gündən sonra, deməli 6 gündə burada 18 kiloqram, buradan isə 12 kiloqram qənd götürüləcək. Baxın, bura yazıram. Açıq sual deyə yazmalıyam həm də. Sonra bizə deyir ki, 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd oldu. Bu da aydın. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Məsələn, tənlik və ya tənlik sistemi qurmaqla. Mən sadə tənlik quracağım elə burada. Baxın, birinci yeşikdə desəm ki, x kiloqram qənd var idi. Cəmsi 50 olduğuna görə onda buna da 50 minus x deməliyəm. Düzdürmü? 6 gün sonra bu x kiloqram 18 kiloqram azalmış olur. 50 minus x kiloqram isə 12 kiloqram azalmış olur. Çünki 6 günün hərəsində buradan 3 kiloqram götürürdülər, 18 kiloqram götürmüş olacaqlar. Buradan isə hər gün 2 kiloqram götürürlər, 12 kiloqram da ikinci yeşikdən götürmüş olacaqlar. Və 6 günün sonunda bunlar bir-birinə bərabər oldu deyir. Bu sadə tənliyi həll eləyirəm. X plus x keçir bu tərəfə, 50 çıxılsın 12, üstə gəlinsin 18. Buradan 2x bərabərdir nəyə? 56-ya. X bərabərdir 28 kiloqram. X-la zaten birinci günü işarələdiyimə görə cavab olur 28 kiloqram. Çünki elə birinci gün nə idi? Birinci yeşiyi işarələdiyimə görə məndən də birinci yeşiyi soruşurdu və əvvəlkin soruşurdu. Əgər 6 gün sonra desə 10 kiloqram qalınmış. Amma bunu deyirdi bizə. Belə. Növbəti sualımız 78-ci sualdır. 78-ci sualda bizə deyir ki, satıcı şarın birini 12 qəpiyə alır, 15 qəpiyə satır. Alır 12 qəpik, satır 15 qəpik. Düzdürmü? Satış zamanı 5 şar partlamışdı. Aha. Bunu yadımda saxlayıram ki, 5 şar bunun ziyanı var. Bax, buraya yazıram xeyir. Bir şardan bunun xeyri nədir? Bir şardan bunun xeyri 3 qəpikdir. 12 alıb 15'e satırsa 3 qəpik xeyri var, düzdürmü? O bütün şarlarını alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə. Deməli, bu alver eləyib, şar alver eləyib və bütün şarlarını alqı-satqısından 6 manatdan çox gəlir əldə eləyib. Onda bizə deyir ki, ən azı neçə şar alıb satıb bu adam. Deyək ki, bu adam x şar alıb satıb. Buraya yazıram, şarların sayı. X şar. Və hər şarda 3 qəpik bunun xeyri var. Yazıram 3 vuraq x bunun xeyri. Amma yaddan çıxartmaq olmaz ki, bu 5 şarı partlatmışdı. 5 şarın da hərəsinə 12 qəpik xərc çəkdiyinə görə, partlamış şarlara görə bu adam 5 vuraq 12 bərabərdir 60 qəpik ziyandadır. Ona görə də bu 3x-dan 60'ı çıxıram və bu planda tutub ki 6 manatdan çox gəlir olsun. Böyükdür 6 yazıram. Konkret danışır, çox deyir. Ona görə bura bərabər işarəsi qoymaq olmaz. 6 manat da hər şey qəpik ilə getdiyinə görə bunu da qəpiyə çevirirəm, 600 qəpik yazıram. Və bu bərabərsizliyi həll eləyəndə 3x böyüdür, bilirsiniz 60 digər tərəfə keçəndə olur. Müsbət 60 və 600 ilə toplanan 660 olur. Hər iki tərəfi 3'ə böləndə eləyir 220. Yəni bu adam ən azı 221 şar satmalıdır.
Çünki 220-dən çox satmalıdır. Yəni ən azı 221 dənə satmalıdır. Cavab olur 221. Bu da belə. Davam eləyək. Deməli 80-ci suala baxaq. 80-ci sualda deyir ki, düzbucaqlı üçbucaq, bir dənə düzbucaqlı üçbucaq çəkək. Deməli bu düzbucaqlı üçbucaqda katetlərdən biri digərindən 2 sm böyüdür. Buna x desəm, bu x plus 2 olur. Hipotenuzdan isə 2 sm kiçikdir. Baxın, bu katet bundan 2 böyüdür. Bu özü də hipotenuzdan 2 sm kiçikdir. Sonra da hipotenuz x plus 4 olmuş olur. Bir dənə fikir verin. Kiçik katet x-dir. Katetin biri digərindən 2 sm böyüdür. Həmin o böyük olan katetdə hipotenuzdan 2 sm kiçikdir. Deməli hipotenuz ondan 2 sm böyük olmuş olur. Bizə nə deyir burada? Bu üçbucağın hipotenuzunu tapın. X plus 4'ü biz axtarırıq. Bax bunu. Burada Pifagor teoremi tətbiq eləsəm, x kvadrat plus x plus 2-nin kvadratı bərabərdir x plus 4'ün kvadratına. Açıb sadələşdirsəm, x kvadrat plus 4x plus 4 bərabərdir x kvadrat plus 16x, 16x yox, 8x, düzdürmü? 8x plus 16. Deməli, buradan 2x kvadrat eləyir. X kvadratı, hamısını bir tərəfə yıxsam, onsuz da kvadrat ənlidir. Plus 4x plus 4 çıxılsın x kvadrat, çıxılsın 8x, çıxılsın 16 bərabər 0-a. Buradan x kvadratı minus 4x minus 12 bərabərdir 0. Viet teoreminə görə bunun köklərinə baxsam, deməli kökləri neçə ilə neçə olur? x1 bərabərdir müsbət 6, x2 bərabərdir mənfi 2 olur. Təbii ki, mənfi tərəf ola bilməz. X 6'dır, amma mən hipotenuzu axtardığıma görə 6 plus 4 cavab eləyəcək 10. Zaten baxsaz bu 6'dır, bu 8'dir, bu da 10'dur. Pifagor üçlüyüdür da bu da. Belə 6, 8, 10 bizdən hipotenuz soruşduğuna görə cavab olur 10. Belə. Növbəti sonuncu sualımıza baxaq 81-ci suala. 81-ci sualda deyir ki, deməli, belə bir şəkil verib, belə bir şəkildir. Aha. Bunun artıqlarını silək. Belə. Baxın, belə bir şəkildir. Bura yazıb B, bura yazıb A. Bura bilmirəm nə yazıb, çünki burada şəkildə yoxdur. Baxaq görək. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O olan, O nöqtəsində olan yarım çevrənin diametri heç nə. Aha, şəkli biraz yaxşı çəkmədim mən. Çünki BC bunun yarım çevrənin diametri olmalıydı, amma bizdə elə görüşmür. Onda gəlin bunu təzədən çəkək biz. Bircə dəqiqə. Birinci BC-ni qeyd edeyim. Baxın, BC-ni qeyd edirəm burada. Şəklin üzərində də işləmək olardı əslində. Deməli, bu buradan gəlir bura. Bir türlü şəkli yarada bilmirik. Nəsə də bu da buradan gəlir bura. Aha. Belə bir şeydir. Bu onsuz da yoxdur. Tam olaraq belə bir şeydir. Deməli, bu B'dir. Burada C var imiş. Bura A'dır. Şəkildə düşmüş sadəcə olaraq. Bu O da çevrənin mərkəzidir. Bizə deyir ki, şəkildə verilən fiqur BC parçası O nöqtəsində olan, mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. B, C qövsünün uzunluğu 4 pi'dir. Bunun uzunluğu 4 pi'dirsə, bütöv çevrənin uzunluğu onda C bərabərdir 8 pi olur. Çünki yarım çevrə 4 pi'dirsə, bunu çevrəyə tamamlayanda 8 pi olur. Buradan 2 pi R bərabərdir 8 pi desəm, pi'ləri silsəm, R bərabər olacaq, 2 R bərabər olacaq 8'ə, yəni diametr 8'dir, R 4'dür. Deməli, baxın, bu da 4'dür.
Bu da 4'dür. Bu da 4'dür. Bu öz yerində. Sonra nə deyir mənə? OA bunu da mərkəzlə birləşdirib buradan. OA. OA nə qədərdir? Bəs 6 santimetrdir bu da. 6 santimetrdir. Bizə deyir ki, verilən fiqurun sahəsini tapın. Söhbət hansı fiqurdan gedir? Söhbət bunun hamısından gedir. Bunun sahəsini tapmaq lazımdır. Bunun sahəsində mən necə taparam? Bir yarımçevrənin sahəsini taparam. Bax, buranın sahəsini. Plus bir də üçbucağın sahəsini taparam. Və onları toplayaram. Yarımçevrənin sahəsi necə tapılır? S bərabərdir pi r kvadratı ilə tapılır. Düzdürmü? Pi vurulsun, r'i tapmışam 4. 4'ün kvadratı olur 16 pi. Amma mən bunun yarısını götürəcəm. Çünki yarımçevrənin sahəsini axtarıram. Ona görə də 16 pi'ni bölürəm 2'yə olur 8 pi. 8 pi buranın sahəsidir. Bax, bura 8 pi'dir. Bunu yadımda saxlayıram. Deməli, yazıram burada 8 pi plus. Gedirəm üçbucağın sahəsini tapmağa. S üçbucaq A, B, S. Üçbucağın sahəsini tapanda tərəf bu tərəfə çəkilmiş hündürlüyü hasının yarısına bərabərdir. Bax, bu hündürlüydür. Deməli, onda bunun sahəsini tapanda necə tapacam? Deməli, 2'də 1 vurulsun, 8 vurulsun 6. Bu da eləyəcək nə? 24. Düzdürmü? Bir də baxım. 4, 4, 6, 24. Bəli. Üçbucağın da sahəsini tapdığıma görə plus 24. Bax, bunun cavabı olacaq 8 pi plus 24. Əgər pi'ni orada bizə sonda versəydi ki 3 götür və yaxud da 3,14 götür, təbii ki götürüb yerinə qoyub hesablayıb nəticədə yekun bir cavab alacaq. Amma bu da yekun cavabdır. Sadəcə olaraq burada cəm qalır da. Yəni bu formada da saxlayırıq onu. 8 pi plus 24. Belə. Ümid eləyirəm ki bu da sizə aydındır. Bir də bir şey deyim. Bunun hündürlüyü olduğu nəyə əsasən dedim? Bunun tərəflərin bərabər verib. AB-ni AC-yə bərabər verib. Verdiyinə görə bərabər yanlı üçbucaqda təpədən çəkilmiş xətt. Əgər qarşı tərəfi yarı bölübsə, deməli mediandır. Mediandırsa həm tənbölən, həm də hündürlük olur. Ona görə ona həm də hündürlük deyirəm və üçbucağın sahəsində ondan istifadə eləyə bilərdim və etdim də. Belə. Ümumi olaraq suallar normal idi. Ümid edirəm ki, ikinci zonada da eyni bu qaydada suallar düşər. Təbii ki, narazılıq olmaz. Belə, sağ olun. Sonda kanalımızı bəyənib abunə olsunuz. Abunə olsanız bizi çox sevindirmiş olarsınız. Sağ olun.